Salam əziz və dəyərli müəllimlər. Bugünkü mövzumuz Carl Rogersin şəxsiyyət yönümlü yanaşma mövzusu olacaq. Əvvəla belə başlayaq mövzumuza. Mövzu haqqında daha geniş danışmamışdan əvvəl. Deyirik ki, insan dolmalı olan qab deyil, böyüməli olan bir toxumdur. Düzdürmü? Təbii ki, bugünkü mövzumuzda biz daha çox nəyi vurğulayırıq buna əsasən? Bu gün biz təhsilimizin ən vacib suallarından birinə cavab axtaracağıq. Yəni, şagird dəyişmək üçün ona təzyiq etməliyik, yoxsa onun dəyişməsi üçün uyğun şərait yaratmalıyıq? Baxın, humanist psixologiyanın banisi olan Carl Rogers deyir ki, maraqlı paradoks budur ki, mən özümü olduğum kimi qəbul etdiyim zaman dəyişə bilirəm. Yəni, bu nə deməkdir? Yəni, özünü qəbul edən insan hər şeyi öyrənməyə qadirdir. Və Rogersin bu nəzəriyyəni irəli sürməsində, bu yanaşmanı irəli sürməsində əsas məqsəd o Sigmund Freudin psixoanalizinə və Skinnerin behaviorizminə qarşı bir reaksiya olaraq meydana gələn bir yanaşmadır. O dövrdə psixologiyada üstünlük təşkil edən bu iki istiqamət insanın daxili dünyasını, fərdi təcrübəsini ön plana çəkmirdi. Yəni həm Freud, həm də behavioristçi olan Skinner davranışın belə deyək də daha çox xarici stimullardan, mükafat, cəza və yaxud da burada istək, qorxu və gizlənən şüuraltı istəklərdən bəhs eləyirdi. Yəni amma humanistçi olan Rogers isə bunların hər iki yanaşmanın əksinə gedərək tamamilə fərqli olaraq düşüncə irəli sürmüşdür ki, insanın yalnız bioloji və ya xarici amillərlə idarə olunan varlıq deyil də mənəvi, yaradıcı, məqsədyönlü bir fərd olduğunu vurğulayırdı. Yəni bu baxış da psixologiyada daha optimist, şəxsiyyət yönümlü bir istiqamətin yaranmasına gətirib çıxarırdı. Yəni hər bir insanın daxilində inkişaf etmək, mənalı həyat qurmaq və potensialını tam reallaşdırmaq üçün təbii bir meyl mövcuddur deyirdi. Bax bu Rogersin şəxsiyyət yönümlü yanaşmasında olan humanist psixologiyanın aid fikirləri idi. Yəni daha humanist yanaşırdı. Yəni Skinnerin və e, psixoanaliz olan Sigmund Freudin düşüncələrinin tam əksinə fikirlər irəli sürməyə çalışırdı. Daha sonra Rogersə görə hər bir şagirdin təbii ki, daxilində inkişaf etmək üçün təbii bir potensial var. Yəni müəllimin də rolu burada deyir nədir? Müəllimin rolu odur ki, bu potensialı zorla çıxarmaq deyil, onun üzə çıxması üçün lazımi deyir iqlimi yaratmaqdır. Yəni lazımi mühiti yaratmalıyıq. Bəzən biz müəllimlər təsəvvür eləyində belə düşünürlər ki, yəni belə bir təsvir yaranıbdır ki, müəllimlərdə uşaq nə səhv etsə, onu qəbul etməliyik. Nə səhv etsə göz yummalıyıq, səhvlərini deməməliyik. Xeyr, yəni kurikulum bizə bunu demir. Kurikulum deyir ki, uşağın səhvləri varsa, onu elə bir şəkildə deməliyik ki, uşaq bu səhvlərindən nəticə çıxarsın və qorxmasın fikirlərini ifadə etməkdən, öz daxili potensialını üzə çıxarmaqdan qorxmasın. Yəni səhvlərə normal baxsın. Biz səhv edərək öyrənirik. Hər belə deyək də dəfə bunu qeyd eləyirik ki, bir çox mövzuda da bunu qeyd etmişik ki, insan səhvlərindən öyrənir. Biz bir dəfə səhv edirik, təcrübə əldə edirik, 2 dəfə, 3 dəfə. Yəni təcrübə əldə etdikcə o səhvlərimiz getdikcə minimuma enir və artıq səhvlərimiz olmamağa başlayır. Yəni səhvləri normal bir gözlə şagirdlərə tanıtmaq lazımdır. Uşaqlar qorxmamalıdır səhv etməkdən. Yəni elə bir mühit yaratmalıyıq ki, şagirdlər öz potensiallarını zorla üzə çıxartmasınlar. Əksinə daha münasibət düzgün qurulsun və motivasiya olsun ki, daha müsbət şəkildə ortaya çıxara bilsinlər. Rogers dedik ki, humanist psixologiyanın banisidir. Üçüncü cərəyan kimi tanınan humanist psixologiyasının əsas nümayəndələrindəndir. Və şəxsiyyət yönümlü yanaşmada deyir ki, insan yalnız bir fərddən, yəni bir tərəfdən, yəni məsələn davranış və ya şüuraltı proseslər prizmasından deyil, bütöv bir varlıq kimi dəyərləndirilir. Yəni insanın davranışını, inkişafını anlamaq üçün onun deyir daxili dünyasını, təcrübələrini və özünü necə dərk etdiyini birlikdə öyrənmək vacibdir. Və Rogersin şəxsiyyət yönümlü yanaşmada insanın şəxsiyyətini mərkəzə qoyan, yəni insanı deyir şəxsiyyət kimi formalaşması üçün öyrənmə prosesində 3 əsas prinsipi önə çıxarır. Hansı 3 əsas prinsipdir? Bu 3 prinsip, demək belə deyək də,
Şərtsiz müsbət münasibətdir. Yəni daxili keyfiyyətlər, yəni 3 bunları üzə çıxartmaq üçün, bu yanaşmanı daha doğrusu tətbiq etmək üçün bizdən 3 əsas daxili keyfiyyət tələb olunur. Bu şərtsiz müsbət münasibətdir, empatiyadır, konqruentlik, yəni dürüstlük nəzərdə tutulur. Gəlin bunların hər birisi ilə ayrı-ayrılıqda tanış olaq. Yəni biz əgər şəxsiyyət yönümlü bir şagird yetişdirmək istəyiriksə, bu daxili keyfiyyətlərə diqqət yetirməliyik şəxsiyyət yönümlü yanaşmada. Başlayaq. Şərtsiz müsbət münasibət nədir? Deməli, şərtsiz müsbət münasibət odur ki, şagirdin şəxsiyyətinə, hisslərinə, fikirlərinə mühakimə edilmədən, şərt qoyulmadan hörmət göstərilməsidir. Şagirdin hissləri, fikirləri, davranışları nə olursa olsun, o insan olaraq dəyərli varlıq kimi görülür. Qəbul olunmaq üçün şərt yoxdur. Şagird səhv etdikdə belə dəyərli olduğunu hiss edir. Az öncə də qeyd etdik səhvlərdən. Müəllim elə bir mühit yaratmalıdır ki, uşaq səhv etməkdən qorxmasın və yaxud da səhv etdiyi zaman özünü dəyərsiz, hörmətsiz kimi hiss etməsin. Səhv etsə belə dəyərli olduğunu hiss etsin deməkdir. Yəni, daha da aydınlaşdıraq, yəni şagirdi qiymətinə, davranışına, nailiyyətinə görə deyil, bir insan olduğu üçün dəyərli görməliyik. Səhv etsə belə o bizim üçün hələ də hörmətə layiqdir. Yəni, uşaq bunu öyrəndiyi zaman daha düzgün münasibət qurmuş oluruq və daha şəxsiyyət yönümlü bir fərd yetişdirmiş oluruq. Məsələn, situasiyaya baxaq. Situasiyada nə qeyd olunur? Aşağı bal alan şagird. Yəni hadisə belədir. Şagirdlərdən biri testdə gözlədiyindən aşağı bal alır. Summativdən tutaq ki, aşağı bal alır. Müəllimin yanaşması. Müəllim, sən niyə belə zəif nəticə göstərdin? Demək əvəzinə belə yanaşmalıdır. Bu sadəcə bir nəticədir. Sənin dəyərini göstərmir. Gəl birlikdə çətinlik çəkdiyin məqamın harda olduğunu tapaq. Təbii ki, bu şəkildə müəllim yanaşdığı zaman şagird özünü təhlükəsiz hiss edir. Nəticəyə görə deyil, bir insan kimi qəbul olunduğunu anlayır. Yəni demək istəyir ki, uşaq zəif bal ala bilər. Bir səhvdir də edibdir, zəif alıbdır. Sən niyə zəif yazmısan deməyə əvəzinə, bu səni dəyərsiz etmir və yaxud da bu səni gözdən salmır, hörmətsiz etmir. Sadəcə bir nəticədir. Səhv də edə bilərik, düz də edə bilərik. Səhvimiz az da ola bilər, çox da ola bilər. Birlikdə bu çətinlik məqamları aradan qaldırmalıyıq deyir. Bu nədir? Şərtsiz müsbət münasibətdir. Heç bir şərt qoymadan, qarşısına heç bir şərt qoymadan biz müsbət düşüncə dəyərli olduğunu göstərir şagirdin. Bunu formalaşdırırıq. İkinci situasiyaya baxaq. Diqqəti dağınıq və aktiv şagird. Necə? Hiperaktiv şagirdlərdən bəhs olunur. Yəni şagirdlərdən biri dərsdə tez-tez danışır, diqqətini toplamaqda çətinlik çəkir. Müəllimin yanaşması belədir. Müəllim onu damğalamaq əvəzinə, yəni sən dəcəlsən, sən çox pis uşaqsan, tərbiyəsiz uşaqsan deməyə əvəzinə, sənin enerjin çoxdur və bu yaxşıdır. Gəl onu dərsdə daha səmərəli istifadə etməyin yollarını tapaq. Nəticədə deyir uşaq nədir? Dəyərli olduğunu hiss edir. Yəni biz onu təzyiq göstərmək əvəzinə, zorla təzyiq göstərmək əvəzinə, onun potensialını zorla çıxarmaq əvəzinə daha düzgün mühit quraraq çıxartmağa çalışırıq, daha pozitiv mühit qurmağa çalışırıq. Yəni şagirdi təhqir etmədən, onu gözdən salmadan, hörmətsiz və dəyərsiz etmədən, ola bilər uşaqdır, hiperaktiv uşaqdır və enerjisi çoxdur. Biz də həmişə deyirik ki, bu cür şagirdlərə dərs prosesində onların dərsə aktiv cəlb etmək üçün onlara uyğun tapşırıqlar verməliyik ki, uşaqlar öz enerjilərini də bu yöndə istiqamətləndirə bilsinlər. Bax, bu nədir? Şəxsiyyət yönümlü yanaşmada şərtsiz müsbət münasibətin qurulması deməkdir. Yəni şərt yoxdur, mühakimə edilmir və şagirdin səhvlərini onu gözdən salmır və onu əksinə dəyərli bir varlıq kimi göstərməyə çalışırıq. İkinci məqam empatiya hissidir. Biz empatiyadan çox danışmışıq. Empatiyanın nə olduğunu da artıq bilirik. Yəni empatiya nə idi? Qarşı tərəfin yerinə özümüzü qoymaq, onu anlamaq, onun hiss və həyəcanlarını başa düşməyə çalışmaqdır. Müəllim deyir qarşısındakı şagirdi yalnız intellektual deyil,
həmçinin emosional anlamda da deyir, anlamalı, dünyanı onu gözü ilə görməyə çalışmalıdır. Yəni nəticədə şagird özünün dinlənildiyini, dəyər verildiyini hiss edir. Başqasının dünyasının onun gözü ilə görmək, onun hisslərini, yaşadıklarını öz daxilində olduğu kimi anlamağa çalışmaq, anladığınızı ona canlı şəkildə əks etdirmək və bütün bunları edərkən mühakimə etməmək, düzəltməyə tələsməmək, gerçək və səmimi qalmaq empatiyadır. Yəni uşaq bir səhv etdiyi zaman yenə də demək istəyir ki, uşağı danlamaq əvəzinə və yaxud da onu acılamaq əvəzinə, təzyiq göstərmək əvəzinə onun yerinə özümüzü qoymağa çalışmaqdır. Onun gözü ilə ətrafa baxmaq lazımdır. Uşaq da bunu bilməlidir ki, müəllim məni anladı. Müəllim mənim nə hiss elədiyimi başa düşdü. Yəni bunu da hiss elətdirməliyik. Məsələn, belə deyək də, deyirik şagirdin o yaşadığı qorxunu, çətinlikləri onun dünyasından, onun gözü ilə görməyə çalışmaq lazımdır. Məsələn, birinci situasiyada deyir ki, anlamaqda çətinlik çəkən şagird var. Yəni şagird deyir ki, mən bunu başa düşmürəm. Çox çətindir. Yəni anlamır da, çətin gəlir buna. Müəllimin yanaşması. Müəllim, sən heç nə başa düşmürsən demək əvəzinə, səni anlayıram. İlk dəfə çətin görünə bilər. Gəl bunu bir yerdə addım-addım edək deyərək şagirdin keçirdiyi hissləri tanıdığını göstərir. Mən adicə sizin üzərinizdə nümunə ilə deyim müəllimlər. Bəzən kurikulumda ən çətin olan mövzu idrak taksonomiyasıdır və bunu öyrəndiyiniz zaman deyirsiniz ki, çətinlik çəkirəm, başa düşmürəm, çətindir bu. Bu cür düşüncəyə düşürsünüz və bu zaman mən sizə empatiya qurmağa çalışıram. Deyirəm ki, başa düşürəm sizi. Mənim üçün də ilk vaxtlar çətin olurdu. Yəni idrak taksonomiyası elə bir mövzudur ki, çətin mövzudur, mərhələli mövzudur. Bir yerdə başa düşərək, situasiyalarla analiz edərək öyrənə bilərik. Yəni sizə anladığımı göstərmiş oldum. Bu nədir? Empatiyadır. Düzdür? Bu zaman daha çox özünüzü dəyərli hiss edirsiniz, tək olmadığınızı hiss edirsiniz, anlaşıldığınızı hiss edirsiniz. Düzdürmü? İkinci situasiyada əsəbi və gərgin şagird. Yəni hadisəni belə təsəvvür edin ki, yəni şagird dərs zamanı əsəbidir, tapşırıqları yarımçıq qoyur, diqqətini toplaya bilmir və gərginləşir. Müəllimin yanaşması necədir? Müəllim, niyə belə edirsən? Yox, görünür indi sənin üçün nəsə çox narahatlıq yaradır. İstəsən dərsdən sonra bununla bağlı qısa danışa bilərik. Yəni artıq mən nə etdim? Şagird sinifdə öz fikrini deməkdən qorxmadı, səhv etməkdən utanmadı, daha çox sual verir və öyrənməyə daxili motivasiya yaranır. Bu da nədir? Empatiyadır. Və şəxsiyyət yönümlü yanaşmada üçüncü prinsip konqruentlik, yəni dürüstlük deməkdir. Deyir ki, müəllim səmimi olmalıdır. Süni, saxta düşüncələr, fikirlər, hətta mimikalar belə deyək də göstərməməlidir. Rogers konqruentlik dedikdə müəllimin şagirdlə ünsiyyətində gerçəklik və səmimiyyəti nəzərdə tutur. Münasibətdə başqasının istəyinə görə deyil, özü kimi olmaq, hisslərini, reaksiyalarını zərər vermədən, yalan danışmadan ifadə etmək lazımdır. Yəni müəllim münasibətdə saxta və formal davranmır, özünü olduğu kimi göstərir. Bu çox gözəl bir fikirdir. Yəni müəllim şagird qarşısında saxta maska taxmaması. Yəni daxili aləmi ilə zahiri davranışının bir olması deməkdir. Yəni daxilən nə hiss edirəmsə, zahirən də onun bir olması deməkdir və o saxta, o deyirik, maskalanmış formada yox da, daha dürüst formada olmağa çalışmalıdır. Yəni içdən nifrət güdüb də üzdən sanki çox sevirmiş kimi gülümsəməsi, qayğı göstərməsi bu səmimiyyətsizdir. Və belə bir şey var ki, uşaqlar da səmimiyyətsiz insanları sanki tez duyurlar, tez görürlər. Saxta insanları tez hiss edirlər. Böyük insanlardan daha çox uşaqlar bu səmimiyyəti daha tez anlayırlar. Məsələn, nümunəyə baxaq. Sinif yoldaşına qarşı kobud davranan şagird. Yəni, mənim bu situasiyada iki cür davrana bilər. İnkongruentlik, kongruent nə deməkdir? Dürüst olmayan saxta insan. İnkongruentlik. Kongruentlik isə əslində dürüst olmaq deməkdir. İnkongruentlik olan variantda müəllim daxilən əsəbləşir. Yəni dürüst olmayan müəllim necə olur? Daxilən əsəbləşir. Amma gülümsəyib
sanki heç nə olmamış kimi davranır. Sonra sinifdən kənarda şagirdə qarşı aqressiv olur, onu gizlicə cəzalandırır. Şagird onu daxilən narahat olduğunu hiss edir, amma üzündə və davranışında başqa hal görür və nəticədə münasibətdə nədir? İnam azalır, etimad azalır. Yəni bax bunu demək istəyirik ki, yəni müəllim daxilən nədirsə, zahirən də onu oynamalıdır, onu etməlidir daha doğrusu. Yoxsa mən əsəbləşim içdən, amma üzdən hamıya sanki yaxşı bir müəllimmiş kimi münasibət şagirdə göstərim, amma altdan o deyir, necə deyirlər, işimi görüm, onu cəzalandırım, ona aqressiv yanaşım. Bu artıq nədir? İnkonkretlikdir. Yəni dürüstlük deyil bu, dürüst olmayan variantda. Konkretlik nədir? Bəs bu yanaşmada konkretlik variantda necə olmalıdır? Müəllim real hissini peşəkar şəkildə ifadə edir. Məsələn, deyir ki, əgər uşaq kobud davranıbdırsa, deyir ki, sənin bu davranışın məni və yoldaşını narahat edir. Mən istəyirəm ki, bu sinifdə bir-birinizə hörmətlə yanaşaq, çünki bu hər kəsin özünü təhlükəsiz hiss etməsi üçün vacibdir. Və nəticədə müəllim hisslərini gizlətmir, şagird aşağılanmır, öz vəzifəsini peşəkar şəkildə müəllim yerinə yetirmiş olur. Bu konkretlikdir, yəni dürüstlükdür. Deməli, biz belə deyək də, şəxsiyyət yönümlü yanaşmada 3 prinsipi öyrəndik. Şərtsiz müsbət münasibət, empatiya və konkretlik, yəni dürüstlüyü öyrəndik. Bu Rocersin şəxsiyyət yönümlü yanaşmada bizə sunduğu humanist psixologiyaya aid olan prinsipdir. Yəni müəllimin bu cür yanaşması nəticəsində biz daha şəxsiyyət yönümlü fərdlər yetişdirə bilərik. Hansısa ki, qeyd edirik yenə də daxili aləmini üzə çıxaran, daxili potensialını üzə çıxaran məqamlardır bunlar. Yaxşı, daha sonra biz keçək əlavə nümunələrə baxmağa, yəni şəxsiyyət yönümlü yanaşmada situasiyalar diqqət yetirək, necə situasiyalar ola bilər, qarşılaşa bilərik. Məsələn, situasiya 1-də deyir ki, şagird bir neçə dəfə tapşırıqlarda səhv edir, həmçinin summativlərdə də aşağı bal toplayır. Məsələn, ənənəvi yanaşmada olsaydı müəllim nə edərdi? Sən riyaziyyatdan zəifsən, daha çox çalışmalısan. Dərslərdə ona daha az söz verər, digər güclü şagirdləri ön plana çəkərdi. Şagird özü haqqında düşünərdi. Mən dərs öyrənə bilmirəm, mən bacarmıram. Amma Rocersin şəxsiyyət yönümlü yanaşmasında müəllim necə yanaşmalıdır? Müəllim şagirdlə fərdi söhbət edər, ona empatiya ilə yanaşar. Görürəm ki, mövzu sənə çətin gəlib. Üst-üstə 2-3 dəfə istədiyi nəticəni ala bilməyəndə insan məyus olur. Çox normaldır. Gəl birlikdə baxaq. Məsələlərin hansı addımında daha çox çəkirsən, müəyyənləşdirək. Yəni burada nə etdi müəllim? Empatiya qurmağa şagirdlə çalışdı. Bu şəxsiyyət yönümlü yanaşmadır. İkinci situasiyaya baxaq. Deyir, sinifdə şagirdlərdən biri heç vaxt əl qaldırmır, cavab versə də pıçıldayır, səhv etməkdən aşırı dərəcədə deyir qorxur. Demək, müəllim düzgün pozitiv mühit yaratmayıb. Buradan da bunu görmüş oluruq. Ənənəvi yanaşmada olan müəllim deyir ki, müəllim sualın cavabını həmin şagirddən soruşmur, digər şagirdlərə müraciət edir. Növbəti dərslərdə də həmin şagirdi prosesi cəlb etmir. Amma şəxsiyyət yönümlü yanaşmada müəllim nə etməlidir? Müəllim şagirdə empatiya göstərir. Sən cavab verəndə çox həyəcanlandığını görürəm. İlk baxışdan elə bilir ki, heç kim qorxmur, amma əslində bir çox adam üçün başqalarının qarşısında danışmaq çətindir. Bu hissində tək deyilsən. Bax, bu isə şəxsiyyət yönümlü yanaşmada müəllimin yanaşması bu şəkildə olmalıdır. Yəni pozitiv olmalıdır. Negativliyə köklənməməli. Bir çox nümunələr var. Bununla bağlı bir neçə nümunəni də qeyd edə bilərik. Yenə də baxın, şagird deyir, summativdən aşağı bal toplayır, mən heç nə bacarmıram düşünür. Müəllim isə deyir ki, bu sənin dəyərini göstərmir, sadəcə hazırki vəziyyəti göstərir. Gəl bir yerdə baxaq, konkret olaraq harda çətinlik çəkirsən, növbət dəfəyə kimi bunu yaxşılaşdıra bilərik. Şərtsiz, düzgün münasibət, müsbət münasibəti qurur müəllim. Və yaxud da deyir, şagird sualı səhv cavablayır, bir neçə uşaq gülür. Müəllim uşaqlara müraciət edir. Bu sinifdə səhv etmək utanılacaq bir şey deyil. Öyrənmənin bir hissəsidir. Sən cəsarətlə cavab verdin və bu dəyərlidir. İndi gəlin birlikdə harda çaşdığımızı tapaq. Yəni pozitiv mühit yaradır da. Şagird öyrənmə prosesində çox vaxt əl qaldırmır, cavab verəndə pıçıldayır. Yenə də müəllim sakit tonda deyir, görürəm sinif qarşısında danışmaq sənə çətin gəlir. Bu çox insanda olur.
Gəl əvvəlki qrupda fikrini paylaş, sonra istəsən mən səni dəstəkləyərək sinif qarşısında danışmağa sınaya bilərik. Yəni diqqət eləyirik ki, situasiyaların hər birisində şəxsiyyət yönümlü yanaşmada müəllim şagirdə pozitiv yanaşır, səhv etmək normal bir şey olduğunu deyir, səhv etsə də dəyərli və hörmətə layiq biri olduğunu vurğulayır, empatiya qurduğunu göstərir, yəni onu başa düşdüyünü, anladığını göstərməyə çalışır və mühakimə etmədən ona düzgün yol göstərir. Mühakimə etmədən. Yəni burada əsas diqqət yetirməliyik ki, müəllim mühakimə etmir, zor tətbiq etmir, şagirdin dəyərli, hörmətə layiq olduğunu, bir şəxsiyyət olduğunu vurğulayan yanaşma göstərir. Və yaxud da bir neçə nümunəyə də baxaq. Şagirdlərdən biri deyir, yoldaşına qarşı təhqir edici söz işlədir. Müəllimin yanaşması, müəllim sinifi sakitləşdirib deyir, bu söz məni narahat edir, yoldaşını incitdi. Biz bu sinifdə bir-birimizə hörmətlə yanaşmaq istəyirik. Dərsdən sonra səninlə və yoldaşına qısa danışmaq təklif edirəm ki, bunu necə düzəldə biləcəyimizi birlikdə tapaq. Müəllim konkretlik göstərir burada, dürüstlük göstərir, səmimi münasibət göstərir və bu şəkildə yanaşır. Şagird deyir, atam deyir ki, qonşunun uşağı məndən daha ağıllıdır. Müəllim isə deyir, mən bilirəm ki, belə sözləri eşitmək ağırdır. Burada səni başqalarıyla müqayisə etmirik. Hər kəsin öz yolu, inkişaf tempi var. Sən də öz güclü tərəflərini tapıb inkişaf etdirə bilərsən. Biz də bunun üçün yanındayıq. Yəni hər bir halda Rocersin şəxsiyyət yönümlü yanaşması gözəl yanaşmadır. Şagirdləri daha motivasiya edici yanaşmadır. Belə deyək də, əgər biz şagirdə bu 3 şərti təmin etsək, şagird özünü qorumaq üçün enerji sərf etməyəcək, yəni yalan danışmayacaq, aqressiv olmayacaq, bütün enerjisini öyrənməyə, inkişaf etməyə yönəldəcək. Yəni şəxsiyyət yönümlü yanaşma sadəcə bir metodika deyil, şagirdin bir növ qəlbinə gedən dürüstlük yoludur. Yenə də əvvəlki mətnin, yəni əvvəlki hissəsində, çıxışımızın əvvəlki hissəsində qeyd etdiyim kimi yenə də qeyd edirəm ki, insan özünü qəbul etdiyi zaman hər şeyi öyrənməyə də qadirdir. Biz bu gün Rocersin şəxsiyyət yönümlü yanaşmasını və şəxsiyyət yönümlü yanaşmada olan 3 əsas prinsipi öyrəndik. Bugünkü mövzumuz bu qədər.